Mən Nahidə Günəş, bu duanı oxuyuram, ruhumun sakitliyi, əsəblərimin şəfası üçün. İlahi, eşit məni. Dərindən nəfəs alaraq hissələrlə bu duanı oxuyuram. Allahım, əsəblərimə sükunət ver, qəlbimə səbir, dilimə hikmət ver, gözlərimə nur. Mənə toxunan hər söz, mənfi hər baxışa qarşı nurdan bir sipər qur. Tez alışan halımı sevgi ilə soyut. Qarşıma çıxan haqsızlıqları səbir pərdəsi ilə görməyimi sağla. Məni içimdəki tufandan öz nurumla çıxar. Əsəbdən doğan hər titrəyişi anlayışla çevir. Qəzəblərimi mərhəmətlə əvəzlə. Allahım, səni köməyimə çağırıram. Ruhumu rahatla, bədənimi sakitləşdir. Enerjimi balanslaşdır. Sənin nurundan mən sükut tapıram, mən sakitləşirəm. Sənin sevgindən mən bağışlanıram. Sənə dua edirəm. Ey məni qoruyan mələklər, ətrafımda dairə qurun. Əlimi tutan nur, qəlbimi sakitləşdirən, əsəbdən azad oluram. Mən əsəbdən azad oluram. Nur içində var olum. Mən sizin nurunuzdan sakit oluram. Mən artıq qorxmuram. Mən eşidilirəm, mən sevilirəm, mən sakitləşirəm. Mən nurdan işıq saçıram. Amin, amin, amin. İşığınız daimi mənimlə olsun. Mən ətrafıma işıq saçıram. Mən ucalıram, mən sevilirəm, mən sakitləşirəm.